Ər-Rəhman surəsinə baxın, Vaqiə surəsinə baxın. İmkan olsa, axşamlar oxuyun, yatın. Tərcüməsinə baxın, Vaqiə surəsini. Orada nə danışır? 2 dərəcəli cənnətdən danışır, 2 dərəcəli. Cəhənnəmi izah eləyir, deyir, bura heç. Bura sənlik deyil. Ehtiyatda ol, bura düşməyəsən. Sonra gəlir, cənnətdən danışmağa. İnsanın yerindən. İnsanın yeridir ora. İnsanın yerindən danışmağa başlayır. Deyir, 2 dərəcəsi var o yerin. Aşağı dərəcə, yuxarı dərəcə. Bir aşağı, bir də lüks var. Lüks dərəcələr də bir-birindən fərqlənir. Onun da çeşidləri çoxdur. Növ və növ. Hərəsinin öz qiyməti var. Hərəsinin öz qiyməti var. Bir turist şirkət adamı səfərə aparanda nə deyir? Nə təkliflər eləyir? Filan yerdə qalırsan ya filan oteldə. Belə demir, məsələn, mənlə turist səfərinə gedirsən, yaxşı yolda qəzaya düşməyə, hansını seçirsən? Avariya düşəsən, yoxsa sağlam çatasan? Deyirsən ki, bu necə turist şirkətidir. Yolda ehtiyat tədbirlərini görür, yaxşı sürücü dəvət edir ki, yolda qəzaya düşməsin. Amma əsas mövzu nədir? Harasını seçirsən, harada qalmaq istəyirsən, bu lüks oteldir, qiyməti bu qədərdir, bu aşağı dərəcəlidir. Allahın da seçimi budur. Deyir, qiyamətdə